Bir dəqiqə. Əgər sən də bütün imtahanların bitdiyinə görə ancaq telefonla məşğul olursansa, bu videoya baxa bilərsən. Məhz bu video sənin üçündür. Necə özünü inkişaf etdirə bilərsən, boş vaxtını necə dəyərləndirə bilərsən, hamısı bu videodadır. Deməli, mən Hüseyn Əsgərov. Hamınızı salamlayıram. Hamınıza uğurlar arzu edirəm. Təbriklər diləyirəm, təbrik edirəm sizi. İmtahanlarınızın hamısını verdiniz, bitirdiniz. Şükür Allaha. Da mənə nə qədər sual verirsiniz? Şərhlərin hamısında cavablandırıram. Yəni mən kimi bir YouTuber özü də baxıb keçmirəm çoxsuna. Ancaq cavab verirəm. Belə. İstəsəz şərhə yazarsınız, suallarınızı cavablandıraram. Belə. Deməli, biz nə edək ki, bu boş vaxtımızı dəyərləndirək? Deyir, bəlkə bu videonu izləyəndə deyir, müəllim, nə boş vaxt? Nə danışırsan, müəllim? Təzə imtahanları bitirmişik. Qoyun dincələk də. Yəni mənə çoxlu sual gəlir. Müəllim imtahanı bitirdik, blok imtahanı falan verdiyini biz nə qarağa? 5 artçılıq. Yəni blok imtahanına qədər həqiqətən yaxşı hazırlaşan uşaqlar indi hal-hazırda boşluqda deyir, dünya var imiş ki. Nə qədər biz oxuyurduq, və s. və ilə axır. İndi bir qədər vaxtınız çoxdur. Düzdür, istirahət eləyin və s. və ilə axır. Lakin bax bununla yox, uşaqlar, bununla istirahət eləməyin, xahiş edirəm. Əgər özünüzü inkişaf etdirmək istəyirsinizsə, özünüzə bir xeyir vermək istəyirsinizsə, telefonla istirahət eləməyin. İşlərinizi görün. Amma telefonla istirahət çox pisdir. Yəni çox vaxtınızı keçirməyin. Uzağı gününüzün 3də 0,5 hissəsindən 3 saat, 4 saat maksimum, o da yəni maksimum istifadə edin, maksimum. Bu da ki, təzə imtahandan çıxıbsınız deyənə deyirəm. Deməli uşaqlar, bu videonun əsas çəkməkdə məqsədim, yəni suallara ümumilikdə cavab verməkdir. Həmçinin də bu boş vaxtımızı necə dəyərləndirmək lazımdır, o haqqda məlumat verəcəm. Yəni biri soruşmuşdu, mən speakingimi artırmaq istəyirəm ingilis dili üzrə. Yəni bu təkcə bir dil olmaya da bilər. Məsələn, idmanla da məşğul ola bilərsiniz və yaxud dil öyrənə bilərsiniz. Nə bilim, kompüter bacarıqlarınızı təkmilləşdirə bilərsiniz və s. Və yaxud istədiyiniz ixtisasda məsələn qəbul olacaqsınızsa, məsələn, o haqqda məlumat əldə edə bilərsiniz. Yəni bilirsiniz necə? Yəni çalışın, boş qalmayın. Yəni heç olmasa həftədə 2 dəfə, 1 dəfə yəni özünüzə aid məsəl üçün bir hobiniz olsun. O hobbilərə yiyələnin. Məsəl üçün qaçmaq ola bilər, hər hansı bir aktivite ola bilər, inkişaf edəcəyiniz bir məsələn könüllü proqram olar və s. Yəni çalışdığınız qədər 2 ay qalıb, təxminən 2 ayımız qalıb. Yəni çalışdığımız qədər məsəl üçün özümüzü belə passiv aparmayaq, yaxşımı? Passiv olmayaq. Yəni universitetdə onsuz da qəbul olanda birinci semestr onsuz da rahat keçəcək. Mən sizə bunu deyim, bir qabaqdan bir sizin üçün ipucu verək hətta. Yəni normal olacaq, narahat olmayın. Deməli uşaqlar, mən sizin nəyə görə çəkirəm bu videonu? Müəllim deyir, biz speakingimizi necə artıraq? Yaxşı deyirsiniz ki, məsəl üçün ingilis dilini öyrən, speakingi təkmilləşdir, bir hobbiyə yiyələn, nə eləyək, nə qaraq, necə speakingimizi artıraq? Gəlin bax bu haqda mən sizə tamamilə ödənişsiz məlumatlar verim. Baxın uşaqlar. Deməli nə qara bilərsiniz? İngilis dili speakingi təkmilləşdirmək üçün xüsusi olaraq proqramlar var. Məsələn, English.com-dur. Oradan yararlana bilərsiniz. Məsələn, A1, məsələn uşaqlar, müəllim, mən B1 səviyyəsindəyəm, hətta B2 səviyyəsindəyəm. Mən speakingə qoşulmaq istəyirəm. Deyirəm, sənin speakingə ehtiyacın yoxdur. Konkret olaraq sənin speakingə ehtiyacın yoxdur. Yəni onsuz da özün də biraz tək. Deyirəm, mən danışa bilmirəm. Danışa bilmirsənsə sən hardan B1, B2 səviyyəsində olsun, sən B2 səviyyəsində olsun. Sən bir dənə qaramalısan. Yəni dəhşət də, yəni yaxşı rahat danışmalısan. Deyir, mən 2 dənə cümləni bir-birinə qura bilmirəm və yaxud bir cümlə, 2 sözü bir yerə gətirə bilmirəm deyir. Deyirəm, onda sən A1 deyilsən. Sadəcə sən söz bilirsən. Bax uşaqlar, siz bildiyiniz sözlər var ha, biz abituriyent vaxtı öyrəndiyimiz nə qədər sözdür, readingdir, listeningdir və s. Bunlar bizim səviyyəmizi göstərmir. Düzdür, bacarığımız var. Məsələn, readingdə, listeningdə buradakı bacarıqlarımız var. Amma sən deyənməzsən ki, mənim speaking bacarığım bu qədərdir, deyə bilmərik. Və yaxud biz özümüzə qiymət verəmərik ki, biz B1, B2 səviyyəsindəyik. Məsələn, biz danışa 2 sözü bir yerə gətirə bilmirik. Heç biz A1 səviyyəsində deyilik. Bu mən sizə açıqcasına deyim. Deməli nə qaramalıyıq? Əslində bizim üçün çox asan olacaq. Məsəl üçün xarici dil öyrənmək istəyirsinizsə, yəni onsuz da siz qrammatika bilirsiniz. Yəni söz qurulanda siz biləcəksiniz ki, bu buna görə olub. Siz üçün bir qədər rahat olacaq. Çünki qammatikanı bilirsiniz. Yəni normal olaraq qammatikanı bilirsiniz. Siz üçün bir qədər asan olacaq. Deməli uşaqlar, dediyim kimi english.test.com-dan istifadə edə bilərsiniz. english-test.com adresinə daxil olursunuz. Orada bütün tasklar, tapşırıqlar, izahlar, hər şey var. Okay, müəllim, bu ingilis dilini bildik. Bu saytdır və s. Bu dərs olaraq da mən sizə aşağıda bir kanal önerəcəm. Bahrom Hudayar deyə bir şəxsdir. Türkdə Azərbaycanda var görəsən speakinglər. Mən sizə YouTube oxumamışam Azərbaycanlılar üçün. Bahrom Hudayar deyə bir türk var. Çox yaxşıdır. Yəni mən keçən il yox, o digər il idi deyəsən. Mən ona baxırdım. İngilis dili lazım deyil, amma əvvəl həqiqətən çox kömək oldu mənə. Bahrom Hudayar. Onun bir oynatma listəsi var. Orada ingilis dilini 0-dan 1-ə qədər hamısını öyrədir. İndi bu mən dediklərim ingilis dili, yəni dil öyrənmək istəyənlər üçün ya
bəlli bir saytlardan, bəlli bir veb saytlardan istifadə edə bilərəm. Məsələn, english.com, ingilis dili öyrənmək istəyənlər üçün, həmçinin də Bahrum Xudayar, Bahrum yox, Bahrum Xudayar. Bahrum nədir? Azərbaycan çevirdiyi də yəni birbaşa. Hə, belə. İndi hobidə deyəcəyim, məsələn, uşaqlar, sizin hobbiləriniz ola bilər. İndi insanlar fərqlidir də, yəni. İnsanlar fərqlidir. Sizin hobbiləriniz ola bilər. Məsəl üçün birinin hobisi var idmanla məşğul. Getsin idmanla məşğul olsun, sağlamlıqdır. Nə bilim, hər şey ola bilər də. Hobbi deyəcəm, məsələn, rəsm də ola bilər. Nə bilim, çox şey ola bilər də, nə deyim sizə. Oturub hər hansı bir TED-lərə də qulaq asa bilərsiniz, inkişaf eləmək üçün və s. TED nədir? TED-də yəni məlumat verilir də, yəni hər hansı bir mövzuda sizə məlumat verilir. Yəni kommunikasiya aparılır. Kommunikasiya demək, yəni sizə məlumat verilir də bizzət belə. Süni intellekt öyrənə bilərsiniz. Yəni süni intellekt arayacağım. Bunları mən sizə deməyim, həqiqətən qızıldan dəyərli məlumatlar verirəm hal-hazırda sizə. Süni intellekti öyrənin uşaqlar. Süni intellekt həqiqətən çox yaxşı bir şeydir. Yəni işlərinizi çox belə deyim də, çox belə vaxt aparan bir işi çox sürətlə eləyə bilərsiniz. Süni intellektlə. Yəni ChatGPT, yəni adi ChatGPT-də onu yaxşı komutlar ilə istifadə edir. O komutları da səhv öyrənə bilərsiniz. Yəni dolu vaxt keçirin, telefonla vaxt keçirin, amma onu xeyrinizə istifadə edin. Yaxşımı uşaqlar belə? Boş vaxtlarımızı necə dəyərləndirmək barəsində mən sizə məlumat verdim. Gəlin imtahanlara qiymət verək. Buraxılış imtahanı. Buraxılış imtahanına mən hardasa çətin deyərdim. Əsasən birincisinə çətin deyərdim. İkincisi bir qədər nisbətən asan oldu. Buraxılış imtahanı olmuşda bir qədər çətin. Blok imtahanı asan idi. İkinci cəhddə gördüyünüz qədərlə bizim müsabiqələrimizdə də gördüyünüz qədər asan da oldu ikinci şans. Həqiqətən çox belə Dövlət İmtahan Mərkəzi bu il bizi həqiqətən çaşqınlığa vadar etdi. İndi çaşqınlığa edən blok imtahanından ikinci cəhddən çətin gözləyir, asan olur. Yəni hər il çətin olur, bu il asan olur. Maraqlı. Yaxşı hazırlaşanlar qəşəng bağlayırlar. Belə. Bir də suallarınızı qeyd edin. Yəni bütün suallarınızı qeyd edin. Yəni çalışın uşaqlar, yəni bu şərtdir də, yəni salamla başlayaq. Biz əvvəl çox səmimi idik. Salam, necəsiz və s. Mən özüm də uşaqlarla danışırdım, başlayırdım. Mənim postlarım var. Mənim postlarımı da bəyənmirsiniz. Belə olmaz. Sizdən mən böyük bir inciləyəcəm. İnciləyəcəm nə deyir? Hər nəsə. Küsədəm sizdən. Mənim postlarıma xahiş edirəm. Baxın, mən sizlər üçün post paylaşıram. Mən əslində xoşum gəlmir şəkil paylaşmağa və s. Mən video paylaşmağa xoşum gəlir, şəkil paylaşmağa xoşum gəlmir. Sadəcə sizlər üçün paylaşıram ki, belə deyim də, o səmimiyyəti yaradım. Mən istəyirəm ki, bu səmimiyyət yaransın. Bizim canlılarımız olur TikTokda, YouTube'da arada olur, arada sırada açıram. TikTokdan məni izləyə bilərsiniz. Mən TikToku sadəcə canlı üçün istifadə edirəm. Arada 1-2 video paylaşıram. Əsasən mən YouTuberəm. Mənə xahiş edirəm TikToker deməyim mən YouTuberəm. Mən YouTuberəm, bəli. Mən TikToker deməyim, əsəbi oluram. Mənə xoşum gəlmir TikToker adından. Çox sağ olun, minnətdaram. Verdiyiniz dəstəyə görə sizə yenə deyirəm, uğurlar arzu edirəm. İxtisas seçimi üçün də ixtisas seçimi haqqında suallarınızı verə bilərsiniz. Təmənnasız olaraq cavab verəcəm. Real konkret məlumat verəcəm. İstəsəz bizimlə ixtisas seçimimizə qoşula bilərsiniz. Uyğun, münasib 2 ixtisas seçimi mütəxəssisiniz, ixtisaslarınızı seçin. Reklamlar, düzü bu reklamlar. Belə. Oldu, sağ olun. Görüşərik inşallah. Özünüzə yaxşı baxın. İstədiyim bir səmimi video çəkim. Çox güman ki, çox editləməyəcəm. Səmimi, gözəl bir video çıxmanı istəyirəm. Belə. Uğurlar sizə inşallah. Gözəl sözlərinizi yazın aşağıdan, yaxşımı? Xatirə qalsın. Bu video bir xatirə videosu olsun. 2026-cı ilin xatirə videosu. Axırında belə qurtardıq. Sağ olun.